Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in, emme ba'd. Aziz, değerli kardeşler, Allah'tan istedik ki Allah-u Teala meclisimize bereket versin ve hayırlı meclislerden etsin. Mevzumuz mefhum-u ehl-i sünne vel cema'a. Ehl-i sünne vel cema'a kelimesinin anlayışı. Ehl-i sünne vel cema'a kelimesinin anlayışı. Ehl-i sünne vel cema'a dedikdə ne qəsd olunur? Onlar kimlerdir? Necə olsa, ne etsək, Ehl-i sünne vel cemaatdan sayıla bilərik. Ehl-i sünne vel cemaat, Peygamberimiz sallallahu aleyhi ve sellemin, yani bu termin, Ehl-i sünne vel cemaat termini, Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesini ve onun sahabelerinin ve tabiinlerin getdiyi yolu ifade eden bir termindir. Ve Ehl-i sünne vel cemaat digər firqələrdən özünə məxsus sifətlərlə, özünə məxsus yəni halları ilə digər bidət firqələrindən fərqlənir. Və Əhl-i Sünnə və Cemaatın sifətləri dedikdə və yaxud da Əhl-i Sünnə və Cemaat dedikdə nə qəsd olunur? Niyə Əhl-i Sünnə və Cemaat deyirik? Nəyə görə bu termindən istifadə edirik? Yəni bu günümüzdə Əhl-i Sünnə, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsinə qarşı çıxan firqələrin olması səbəbindən biz Əhl-i Sünnə və Cemaat ilə bağlı yəni mövzu açırıq. Ona görə ki, yəni Quran-ı Kərim sünnəsiz başa düşülə bilərmi? Və yaxud da müsəlmanlar yalnız Quran-ı Kərimlə kifayətlənə bilərlərmi? Və yaxud sünnəsiz İslam yaşana bilərmi? Bu kimi səbəblərdən və Əhl-i Sünnənin yəni sifətlərini və yaxud da niyə görə Əhl-i Sünnə yəni bu cemaatı Əhl-i Sünnə toplumunun yəni ayırmağımız və onların kim olmasını və yaxud da Quran-ı Kərim sünnəsiz başa düşülərmi? Düşülərsə nə sayılır? Düzgün sayılır, yoxsa doğru sayılır və yaxud da doğru sayılmır. Buna baxmaq lazım. Bunu bilmək lazım. Və deyir ki, keyfə nəruddu alə mən yufarriqu beynəl Qur'an və sünnə. Deyir ki, biz Quranla və sünnəni ayıranları, yəni onları ayıranları onlara necə rədd edə bilərik? Necə onlara qarşı rədd edə bilərik ki, Quran-ı Kərim sünnəsiz anlanı, yəni başa düşülə bilməz. Quran-ı Kərim sünnəsiz yəni yaşamaq mümkün deyil. Minəl ma'lum ad-daruriyyəti sünnə. Deyir ki, məlumdur ki, sünnə və yaxud da sünnəni və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsini yaşamaq və yaxud da onu bilmək və yaxud da onu həyatımızda yaşatmaq zəruridir. Yəni tək Quranla kifayətləşmək doğru deyil. Və yaxud da bu düşüncəyə çağıran firqələrin zəlalət firqəsi sayılması. Kim tək Qurana çağırırsa və sünnədən çəkindirirsə və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsini rədd edirsə və Quranla kifayətlənək deyirsə, bu firqə azğın bir firqədir. Azmış bir firqədir və buna görə
Allah Teala Kur'an-ı Kerim'de bizlere bildirir ki El-Kur'an ya'muru bi ittiba' Resulullah ve ta'atuhu. Kur'an-ı Kerim bizlere Peygamberimiz sallallahu aleyhi ve sellem'e itaat etmeyi ve ona tabi olmağı emredir. Birçok ayetlerde. Ayetlerden birisinde Allah Teala diyor ki: وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ. Peygamberimiz sallallahu aleyhi ve sellem, Peygamber size neyi getirirse onu götürün. Yani bu anlama gelir ki Peygamber sallallahu aleyhi ve sellem bize neyi getiripse onu götürün. Bu hem Kur'an-ı Kerim qəsd olunur ve hem de Peygamberimiz sallallahu aleyhi ve sellemin getirdiği ve Peygamberimiz sallallahu aleyhi ve sellemin söylediği, dediği veyahut da Peygamberimiz sallallahu aleyhi ve sellemin ikrar ettiği. Ve diğer ayette Allah Teala diyor ki: "Men yuti'ir Rasule fakat ata Allah." Kim peygambere tabi olarsa artık Allah'a tabi olmuştur. Bu ayetler onu delalet edir ki Peygamberimiz sallallahu aleyhi ve selleme, Kur'an-ı Kerim bizlere emredir ki Peygamberimiz sallallahu aleyhi ve selleme tabi olun ve ona itaat edin. Çünkü Peygamberimiz sallallahu aleyhi ve selleme tabi olmak Allah-u Teala'ya tabi olmaktır. Ve diğer ayette Allah Teala diyor ki: "Ve enzelna ileyke zikra litubeyyine lin-nas." Biz sana zikir indirdik. Ne için? İnsanlara onu beyan edesen, insanlara onu çattırasan, haber edesen diye. Ve bu ayetler bunu gösterir ki Kur'an-ı Kerim sünnesiz kifayet değil. Mütlak Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesine qayıtmaq lazım. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesi Kur'an-ı Kerim'i bizlere beyan edir. Bizlere açıklıyor. Çünkü Kur'an-ı Kerim'de o kadar ayetler var ki onun sünneye ihtiyacı var. Bazen öyle ayetler vardı, tamam. Yani özlüğünde başa düşülür. Ama öyle ayetler de var ki onun sünneye ihtiyacı var. Namaz, oruç, zekat, hac veyahut da oğurluq edenin qisası, zina edenin qisası, teyemmümün necəliyi, bunların sadece başlanğıcı var Kur'an-ı Kerim'de. Yani Kur'an-ı Kerim namaz kılın, hac edin, zekat verin. Bu kimi emirleri bizlere bildirir. Ama necəliyine qayıtsaq, biz Kur'an'da namazın necəliyini tapa bilmərik. Tam şəkildə. Neçə rəkatdır, hansı vaxtlarda qılınmalıdır. Yani bu şəkillər, yani Kur'an, yani namazın açıklaması biz bunu Kur'an'da tapa bilmərik. Ve beləliklə də zəkatın verilməsi əmr olunur Kur'an-ı Kerim'də. Amma zəkat nələrdən, necə, kimlərə, nə cür, nə formada, hansı miqdarda, hansı məhsullardan, hansı növlərdən zəkat verilir. Bunlar hamısı sünnədə açıqlanır. Və beləliklə bu göstərir ki, Kur'an-ı Kerim sünnəsiz qəbul olunmazdır. Bir məna olarak yani. Amma dediğimiz gibi Kur'an-ı Kerim'de elə ayetler var ki, onlar özlüğünde bizlere yani bellidir, aşkardır. Ama elə ayetler de var ki, onun mütlak sünneye ihtiyacı var. Ve buna göre kimler değilse ki yani Kur'an'la kifayetlenir, bunlar zelalet ehlidir. Azgın bir tayfadır. Yani Kur'an-ı Kerim sünnesiz başa düşülmür. Çünkü Kur'an-ı Kerim'de neçə ayetler var ki Allah'a ve Resulüne tabi olun. Peygamber size neyi getirir onu götürün. Bu ayetler hamısı onu gösterir ki mütlak sünneye qayıtmaq lazım. Ve buna göre de günümüzde olan yani Kur'aniler adlanan bir tayfaya uymamaq lazım. Hatta onların yani sözleri karşınıza çıksa yani onlara kulaq asmayın. Bir az olsa da belə. Ne deyir, necə deyir. İhtiyac yoktur, onlara kulaq asmayın. Çünkü bidət əhlinə kulaq asmaq icazəli değil.
Çünki sələflərdən varid olub ki, onların yanına bidət əhli gəlib sual verdikdə cavablandırmırdılar. Hətta ayət gətirirdilər. Ayətin açıqlamasını istəyirdilər, cavab vermirdi. Niyə? Deyir ki, çünki onlarda elə bir şübhələr var ki, o şübhələr insanların qəlbinə girərsə, problem yaratar. Bir müsəlman üçün ondan qurtarmaq çətin olar. Ona görə bidət əhlinə ümumiyyətlə qulaq asmaq doğru deyil. İllə elmdə mütəməkkin olarsansa, yəni elm sahibi olarsan və onun dəlillərini öyrənməyə və yaxud ona rədd etmək üçün qulaq asmaq olar. Amma sıravi bir müsəlmansansa, o halda bidət əhlinin dərslərinə və yaxud onların sözlərinə qısa olsa da belə, 5 saniyalıq, 10 saniyalıq olsa belə qulaq asmayın. Yəni dininizdə salim qalmaq üçün, dininizdə sabit qalmaq üçün bidət əhlinin söhbətlərinə qulaq asmayın. O zaman dininizi və ibadətinizi qorumuş sayılacaqsınız. Və digər, yəni Quranla kifayətlənək deyənlərə qarşı olan digər rəddimiz odur ki, Quran lə yuğun minəs sünnə, anis sünnə. Yəni Quran sünnəsiz kifayət deyil. Yəni sünnə olmadan Quranı tam anlaya bilməzsən, başa düşə bilməzsən. Lənə kəthirə minə əhkam-ı şəriyyə təhtəc ilə təfsil. Dediyimiz kimi, çox əhkamlar var ki, Quran-ı Kərimdə onun açıqlamaya ehtiyacı var. Yəni sən onu mücərrəd birbaşa oxusan, başa düşə bilməzsən. Necə ki, namaz qılın. Harada əyilmək lazım, rükü etmək lazım, rüküdən qalxmaq lazım, harada Fatihə oxunur, harada nə oxunur, səcdə neçə dəfə olunur, rəkatlar neçə dəfə olunur. Bunlar Quran-ı Kərimdə yoxdur. Və ona görə Quran-ı Kərim, yəni nəzər salsaq görərik ki, çox əhkamların sünnəyə ehtiyacı var. Və digər, yəni Quran kifayətdir deyənlərə qarşı digər rəddimiz odur ki, əs-səhabət və təbiun əcməu alə əməli bis sünnə. Deyir ki, sahabələr və tabiinlər icma ediblər ki, sünnəyə əməl etməyə. Yəni onlar icma etmişlər ki, sünnəsiz mümkün deyil. Sünnə mütləq olmalıdır. Hətta siz baxın səhabələrin həyatına, səfərə çıxırlar, səfərdə hər hansı bir şərii məsələdə problem yarananda nə edirdilər? Qayıdırlar Peyğəmbərimiz s.ə.və. Qaydanda Peyğəmbərimiz s.ə.və soruşurlar, ya Rasulullah, biz belə etdik. Niyə Qurana dönmürdülər? Əgər Quran kifayət edirsə tək, yalnız, bəs edərdirsə, sahabələr niyə məhz birbaşa Qurana dönmürdülər və Peyğəmbərimiz s.ə.və dönürdülər ki, və soruşurlar, ya Rasulullah, belə etdik. Namazı belə qıldıq, təyəmmümü belə aldıq. Hətta Ammar ibn Yasir səfərlərin birisində təyəmmüm etdikdə təyəmmümün varid olduğunu bilirdi, amma necə olduğunu bilmirdi. Və deyir ki, hədisdə, Buxarıda gələn hədisdə, deyir ki, torpağın içərisində ağnıyır. Elə zənn edir ki, yəni belə etsəm kifayətdir. Və sonra Peyğəmbərimiz s.ə.və dönəndə soruşanda ki, ya Rasulullah, belə etdim. Peyğəmbərimiz s.ə.və deyir ki, ey Ammar, belə etsəydin yetərli idi. Yəni, əlini bir dəfə yerə vurub üzünə və biləklərinə çəksəydin, yetərli olardı. Bu onu göstərir ki, yəni, sahabələr belə Peyğəmbərimiz s.ə.v-in dönəmində Peyğəmbərimiz s.ə.və qayıdırdılar. Yəni, onlar, sahabələr və tabiinlər icma etmişlər ki, mütləq sünnə lazımdır. Quran-ı Kərimi anlamaq üçün, başa düşmək üçün sünnəni yaşamaq lazım, sünnəyə qayıtmaq lazım. Və digər Quranilərə qarşı o kəslər ki,
Kur'an kifayettir diyenlere karşı diğer reddimiz odur ki es-sünne vahyun kezalik. Biləsiniz ki Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesi ve Peygamberimiz sallallahu aleyhi ve sellem'den varid olan hadisler belə vahiy sayılır. Çünkü Allah Teala Kur'an-ı Kerim'de deyir ki وَمَا يَنْطِقُ عَنِ الْهَوَى اِنْ هُوَ اِلَّا وَحْيُ يُوحَى. Yani o size yani öz nefsinden, öz havasından hiç ne danışmır. Yalnız vahiy olunanı danışır. Bu onu gösterir ki Peygamberimiz sallallahu aleyhi ve sellemin hadisleri ve sünnesi onlar belə nədir? Vahiy sayılır. Ve vahiy sayıldıkta o zaman üzerimize ne düşür? Ona itaat etmek, ona tabi olmak, onun getirdiklerini təsdiq etmək. Hədə yədullu alə ənə sünnə vahyun qeyri mətlub. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsi vahiydir, lakin Quran kimi oxunmur. Amma belə normalda vahiy sayılır. Ve bu onu gösterir ki mütlak Peygamberimiz sallallahu aleyhi ve selleme varid olan yani nazil olan vahiylere mütlak kulak asmalıyız. Mütlak onunla İslam'ı yaşamalıyız. Yani Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesi olmadan İslam yaşanabilmez. Din yaşanabilmez. Ehkamlar başa düşülebilmez. Mütlak Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesi olmalı. Kim deyirsə ki, mən İslam'ı yaşayıram sünnəsiz, o yalan danışır. Ve o dediğinde doğru olabilmez. Doğru olan kəs odur ki, Kur'an-ı Kerim'i Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnesiyle yaşayarsa, o zaman dediğinde doğru olabilir. Bir diğer delil de o kəslərə ki, Kur'an kifayətdir. Radd alə şübhətü təhrif-i sünnə. Onlar getirirlər ki, yani sünnəsi, Peygamberimiz sallallahu aleyhi ve sellem sünnəsi təhrif olunub, yani yozulub. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem sünnəsində zəif, qondarma hədislər var. Ve buna göre biz Kur'an'la kifayətlənirik. Ve biləsən ki, Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnəsində bəli, qondarma, bəzi qondarma və yaxud da bəzi zəif hədislər var. Lakin bunun zəif olduğunu, qondarma olduğunu alimlər bizə bəyan edir. Alimlər bəlli edirlər ki, filan hədis qondarmadır, filan hədis zəifdir, əməl olunmur, etibarlı sayılmır. Alimlərimizə dönürük də, alimlərə döndükdə artıq biz sünnədə nəyin səhih olduğunu və nəyin zəif olduğunu və nəyin qondarma olduğunu bilirik. Çünki Buxari, Müslim kimi yani sünnə hədis kitablarımız var. İmam Buxari, İmam Müslim'in topladığı hədislər var. Və digərlərində alimlərin sayəsində zəif və qondarma olduğunu bilirik. Və yaxud da səhih olduğunu bilirik. Buna qalsa Quran-ı Kerimdə yəni bu sünnədə qondarma hədislərin baş verməsi, zəif hədislərin baş verməsi o anlama gəlmir ki, sünnə tərk olunmalıdır. Sünnəni tərk etmək lazım. Niyə? Çünki Quran-ı Kerimin bəzi qiraətləri var ki, şəz sayılır, qəbul olunmazdır. Şəz qiraətlər var. Yəni o qiraətlər ki, onlar yani İslam'da yeri yoktur, etibar olunmur, sayılmır. Belə qiraətlər var, şəz. Şəz qiraətlərin olması o anlama gəlirmi ki, Qurana tabi olmayaq? Və yaxud da Qurana itaat etməyək, Qurana qulaq asmayaq? Xeyr. Şəz yəni qiraətin olması Qurana tabi olmaqdan yayındıra bilməz. Ve böylelikle de sünnede
zayıf hədislərin olması, qondarma hədislərin olması bütünlüklə sünnəni tərk etmək anlamına gəlmir. O demək deyil ki, yəni sünnəni tərk etməliyik. Və digər dəlil də odur ki, mən yufassilu Qur'an anus-sünnə vaqa'a fi məzhəbi Qur'aniyyin. Kim Qur'anı sünnədən ayırarsa, onlar artıq Qur'anilərin məzhəbinə düşmüş sayılar. Qur'ani ola bilər. Yəni mütləq sünnə Qur'anla birgə yaşamalıdır. Dediyimiz kimi, yəni Qur'ansız, yəni sünnəsiz Qur'an yoxdur. Qur'an qəbul oluna bilməz. Sünnəsiz İslam yaşana bilməz. Sünnədə zəif hədislərin olması sünnəni tərk etmək demək deyil. Sünnəni bir kökündən tərk edək. Bu anlama gəlmir. Buna görə də kim Qur'anı sünnədən ayırarsa, sünnəsiz Qur'anı yaşamağa çalışarsa və insanları buna çağırarsa, onlar Qur'anilər sayılır və zəlalət əhli sayılır. Sadəcə o Qur'anilər demək onlar üçün tərif olmuş sayıla bilər, tərif kimi görsənir. Yəni onlar Qur'anilər də deyil, zəlalət azğın bir firqədir. Çünki Qur'anilər o deməkdir ki, insan Qur'ana tabi olar. Qur'an-ı Kərim Peyğəmbərə tabi olmağa əmr edir. Qur'an-ı Kərim Peyğəmbərin gətirdiyinə tabi olmağa əmr edir. Əgər insan Qur'anı adı alırsa, yəni o demək deyil ki, o doğru yoldadır. Və Qur'anilər firqəsi son əsrdə yəni izhar olmuş, əşkar olunmuş azğın bir firqədir. Son əsrdə. Yəni bir şeyə diqqət edin, yəni Qur'anilər adətən onlar ibadət əhli olmurlar. Ancaq sünnəyə düşmənçilik edirlər. Yəni günləri, onların ibadəti sünnəyə qarşı çıxmaqdır və sünnəyə qarşı düşmənçilikdir. Onları siz ibadətdə görməzsiniz. Onları ibadət edən görməzsiniz. Çünki ibadəti forması hamısı sünnədədir. Əgər bir insan sünnəni qəbul etmirsə, o nə cür ibadət etməlidir ki? Ona görə o insanlar azğın bir tayfədir, azğın bir cəmaatdır və onları siz ibadət edən görməzsiniz. Hətta gündəmdə olan bugün əksəriyyətinizin tanıdığı bir şəxsə baxsanız, yəni insan adətən belə bir şey olur. Bidət əhli olsa da belə, bəzi firqələr var, bidət əhli sayılsalar da belə, görürsən ibadətin üzərində çalışırlar. Səhv də olsa, bidətlərini yaşatırlar, yaşayırlar, ağlayırlar, ibadət edirlər. Baxmayaraq ki, bidət əhlidir. Amma bu firqədə bu kimi xüsusiyyətlər görə bilməzsiniz. Onlar ibadətdən uzaq, kənar bir firqədir. Onların hədəfi, məqsədi, qayəsi insanları, yəni müsəlmanları sünnədən uzaqlaşdırmaq. Bir də ki, bir şeyə diqqət edin. Yəni onlar Quranla, özlərini Quranla getdiyi kimi insanlara nümayiş etdirirlər, göstərirlər. Yəni sıravi müsəlmanlar da, sıravi insanlar da onların doğru olduğunu iddia edirlər, zənn edirlər. Yəni elə düşünürlər ki, yəni burada nə var ki, Qurandan deyir də, yəni Quranda varsa etməliyik də biz. Qurana əməl etməliyik axı. Quran Allahın kitabıdır. Əgər Quranda yoxdursa, deməli yoxdur da bu. Yəni bu insanın dediyində pis şey nə var? Belə şübhələrə düşürlər. Əksinə, yəni onların Quranla getməyə çağırışına uymamaq lazım. Onlara qulaq asmamaq lazım. Onlara tabi olmamaq lazım. Onlar qarşınıza çıxdıqda həmən onlara qulaq asmayın. Onların video
çarkları karşınıza çıktıkta yani kulak asmayın, terk edin. Eğer dininizi korumak istiyorsa, dininizde, imanınızda sabit kalmak istiyorsa o insanlara kulak asmayın. Zaten onlar İslam'a karşı, İslam'a düşman kesilen bir insandır, bir toplumdur, bir cemaat. Ve onlarda hiçbir vakit bereket olabilmez. Allah Teala sana peygambere tabi ol emri verirse ve peygamberin getirdiğini götür deyirse ve sen ona tabi olmursansa, götürmürsense yani o kelimede, yani o cemaatta, o toplumda, o düşüncede bereket olabilir mi? Hayır. O toplumdaki peygambere sevgi yoksa, peygambere tabiçilik yoktursa o toplumda bereket olabilmez. O toplum ya dünyada ya ahirette kurtuluşa erebilmez. Çünkü Allah Teala diyor ki inna nahnu nazzalna zikra ve inna lehu lehafizun. Biz zikri indirdik ve biz onu koruyoruz. Bu ayet hem Kur'an'ı hem Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnesini ehate edir. Sırf yani Kur'an'ı ehate edir anlamına gelmiyor. Kur'an'ı ve Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnesini. Çünkü biz dedik ki Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnesi de nedir? Vehiydi. O da semadan inir. Onu da Allah Teala indirir. Vehiy. Demek Allah Teala indirdiğini bir iki ne arayacak? Koruyacak. Ve böylelikle Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnesi olmadan İslam'ı yaşamak doğru değil, düzgün değil. Sünne olmadan İslam olabilmez. Buna göre ehl-i sünne esaslarını hatırlatmak isteyen ehl-i sünnenin esasları odur ki onlar, bakın biz deyirik ki ehl-i sünne esasları dedikte hemşe ne deyirik? Onlar etikadını, imanını hardan götürür? Kitap ve sünneden. Kitap ve sünneden götürür. Değil mi ki yalnız kitaptan götürür? Hayır. Eğer yalnız kitaptan götürürse, sünneden götürmürse o ehl-i sünne sayılabilmez. Ehl-i sünne odur ki onlar ekidesini, imanlarını, inanclarını Kur'an-ı Kerim'den ve Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnesinden götürürler. Onların etikadı kitap ve sünneye dayanır. Mütlak. Dayanmazsa o ehl-i sünne sayılabilmez. Seçilmiş, beğenilmiş firgeden olabilmez. Diğeri ise yahudun mu'takadatun min kitab ve sünne. Bunu dediğim. İkincisi odur ki fehmi kitab ve sünne bi fehmi selef-i salih. Kitap ve sünneni selef-i salihin düşüncesiyle başa düşmek. Sahabelerin düşüncesiyle, tabiinlerin düşüncesiyle anlamak, başa düşmek. Yine de kitap ve sünneni deyirik. Demirik tek kitabı. Kitap ve sünneni selef-i salihin düşüncesiyle başa düşmek. Eğer bu şekilde başa düşerikse o zaman biz ehl-i sünne vel cemaat adlanabilirik. Ve sonuncusu odur ki esaslarından sonuncusu ehl-i sünnenin, yani ehl-i sünneden sayan esaslarından sonuncusu da la yuqaddimunel akle alen nakl. Ehl-i sünne ağıllarını kitap ve sünneye təqdim etmirlər. Yani ondan üstün görmürlər. Hansı meselelerde? Fi umurul gaybiyye. Geybi meselelerde kitap ve sünneye yani karşı ağılla hüküm vermirlər. Veyahut da ağıla yer vermirlər. O mesele ki geybidir, o meselede neye dayanırlar? Kitap ve sünneye dayanırlar. Yani ağıla qayıtmırlar. Yani ağılla müdahale etmirlər. Yani cennet cehennem meselelerine biz ağılla müdahale edebilirik ki cennette falan şey var. Cehennemde bu cür azablar var. Cennette bu formada nimetler var. Cennet belədir, cehennem belədir. Kıyamet günü bunlar olacak.
biz bunu ağlımızla yani ispat edə bilərikmi? Xeyr. Mütləq kitab və sünnə ilə ispat edə bilərik. Deməli, əhl-i sünnənin sifətləri əsaslarından üçüncüsü odur ki, onlar qeybi məsələlərdə ağla yer vermirlər. Bu üç əsası yadınızda saxlayın qardaşlar. Qarşındakı insan səni təbliğ edərsə, səni dəvət edərsə, səni haqqa çağırmaq istəyirsə, əgər bu üç əsas o insanda, çağırdığı dəvətçidə, səni İslam'a dəvət edən insanda yoxdursa, onun yanında oturma. Onun dediklərinə qulaq asma. Ondan üz çevir. Birincisi dediği ki, əhl-i sünnənin əsası, ən mötəbər əsası, onlar əqidələrini kitab və sünnədən götürürlər. Mütləq. Əgər tək kitaba çağırırsa, qəbul eləmə. Mütləq əqidəmiz kitab və sünnədən götürülür. İkinci, kitab və sünnəni dedi ki, sələfin fəhmi ilə, sahabələrin düşüncəsi ilə, tabiinlərin düşüncəsi ilə başa düşməliyik. Əgər başqa düşüncəyə çağırırsa, yəni sələfin düşüncəsi olduğu halda, hər hansı bir etiqadi məsələdə sələfin düşüncəsi olduğu halda öz düşüncəsinə çağırırsa, o zaman ona qulaq asma. Ona etimad etmə. Üçüncüdə, qeybi məsələlərə öz ağlı ilə müdaxilə edirsə, o zaman ona qulaq asma. Ona etimad etmə və onun yanında qalma. Bu əhl-i sünnənin üç əsasıdır. Səni əhl-i sünnə və cəma edən üç əsasdır. Bunun xaricində, yəni bu üç əsasdan xaricdə hər hansı bir düşüncə varsa, hər hansı bir fikir varsa, hər hansı bir əqidə varsa, o bidət əhli sayılır. O bidət əhli sayılır. Yəni bu üç əsas səni bidət əhlindən ayıran bir əsaslardır. Zəlalət firqələrindən, azğın cəmaatdan, azğın firqələrdən ayıran əsaslardır. Quranisi olsun, Maturidisi olsun, Əş'arisi olsun, Murciyəsi olsun, Cəhmisi olsun, Təkfirçisi olsun, Xavarici olsun, fərq eləmir. Sən bu üç əsası yaşadıkça öz həyatında bu üç əsası yaşadıkça sən əhl-i sünnə sayılırsan. Və qarşındakı insanların kimliyini də, yəni əhl-i sünnədən olduğunu da bu üç əsasla ortaya qoyacaqsan. Əgər bu üç əsas yoxdursa, bil ki, o rahatlıqla qəbul elə ki, o bidət əhlidir. Və əhl-i sünnənin sifətlərinə gəldikdə isə, yəni hər bir mövzuda, deyək ki, hər bir şeyin sifəti olduğu kimi əhl-i sünnə və cəmaanın da öz sifətləri var. Onlardan birisi təməssüh bir kitab və sünnə. Onlar daima kitab və sünnədən yapışırlar. Onların sifəti budur. İkincisi, ittiba mənhəci sələf-i salih. Onlar sələfin mənhəcinə tabi olurlar. Sələf deyəndə kimlər qəsd olunur? Sahabələr və tabiinlər. Onların mənhəcinə, onların etiqadına, əqidəsinə və üslublarına tabi olurlar. Və üçüncüsü, ictima və ədəm-ü təfərruq. Əhl-i sünnə və cəmaat daimə cəmaat olur, parçalanmır. Daimə cəmaat şəklində yaşayır, parçalanmır, dəstələrə, firqələrə bölünmür. Bu əhl-i sünnənin sifətidir. Və digər isə əhl-i sünnənin digər sifəti odur ki, onlar orta yol tuturlar daimə. Ya quluv etmir, həddi aşmırlar, ya səhlənkar olmurlar. Yeri gələndə şiddət göstərir, yeri gələndə səhlənkar olur. Orta yol daimə. Ya ifrada varmırlar, ya təfridə varmırlar. Daimə işlərin ortasını götürürlər. Necə ki, Allah-u Teala deyir ki, وَجَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا Biz sizləri orta ümmət etdik. Və digər sifəti odur ki, ihtiram lil-uləmə. Əhl-i sünnənin sifətlərindəndir ki, onlar
alimlərə ehtiram edirlər, hörmət edirlər. Onları sayırlar. Əhl-i sünnənin tanınmış, seçilmiş alimlərinə qarşı hörmətli olurlar. Bu əhl-i sünnənin sifətidir. Əgər alimə qarşı danışırsa, alimə qarşı pis rəftar edirsə, düşmənçilik edirsə, bu əhl-i sünnənin sifətlərindən deyil. Əhl-i sünnə alimlərə qarşı gözəl rəftar göstərirlər, onlara qarşı sayğı göstərirlər, hörmət göstərirlər, sual verərkən, danışarkən, müraciət edərkən. Və digər sifəti də odur ki, hubbus sahabə. Əhl-i sünnənin sifətindəndir ki, onlar sahabələri sevirlər. Bütünlüklə sahabələri sevirlər. Və onlara qarşı buğz etmirlər, düşmənçilik etmirlər. Sahabələri söyməzlər, onları təkfir etməzlər. Əksinə sahabələri sevərlər. Bu əhl-i sünnənin sifətləridir. Bu saydığımız sifətlərin əksi bidət əhlinin sifətləridir. Kim sahabəni sevmirsə, bidət əhlidir. Kim orta yolda getmirsə, bu əhl-i sünnənin sifəti deyil. Kim sələf salihə, yəni salih sahabələrin yoluna, tabinlərin yoluna tabi olmursa, bu əhl-i sünnənin sifəti deyil. Kimsə kitab və sünnədən yapışmırsa, ona müxalif olursa, bu əhl-i sünnənin sifətindən sayılır. Yəni bu saydığım sifətlərin əksi bidət əhlinin sifətləridir. Ona görə qardaşlar, yəni əhl-i sünnə firqəsinin cəmaatında olmaq, əhl-i sünnədən olmaq bir müsəlman üçün böyük bir şərəfdir. Əhl-i sünnə firqəsində olmaq bir şərəfdir. Həm dünyada, həm ahirətdə. Və Allah Peyğəmbərimiz s.ə.v deyəndə ki, ümmətim 73 firqəyə bölünəcək, ondan yalnız bir firqə cənnətə girəcək. Təbii ki, qalan 72 firqə müsəlman sayılır. Müsəlman firqəsidir. Lakin əhl-i sünnə deyirlər. Və deyəndə ki, onlar kimlərdir ya Rasulullah? Deyir ki, mən və mənim sahabələrimin yolunu gedənlər. Bu onu göstərir ki, əhl-i sünnə, əgər həqiqi əhl-i sünnə yolunu yaşayan bir insan, həm dünyada, həm ahirətdə, yəni xoşbəxtliyə nail olmuşdur. Və Peyğəmbərimiz s.ə.v-in dediyi firqələrdən biri sayılır ki, onlar ki, cənnətə girəcəklər. Ona görə bu, yəni, əhl-i sünnədə qalmağımız üçün səy göstərməliyik, çalışmalıyıq. Əhl-i sünnəni yaşamaq üçün, yəni, elm əhlinə sarılmalıyıq. Mötəbər, sayılmış, seçilmiş elm əhlinin yanında olmalıyıq. Əhl-i sünnədə qalmaq üçün, yəni bu cəmaatda sabit qalmaq üçün zəlalət əhlini, yəni azğın cəmaatlara, azğın firqələrə, azğın cəmaatlara qulaq asmamaq lazımdır. Əgər biz onlara qulaq asarıqsa, əhl-i sünnə cəmaatında qala bilmərik. Yəni bu firqədə, yəni bu cəmaatda qalmağımız üçün mütləq üzərimizdə çalışmaq lazımdır. Üzərimizdə işləmək lazımdır ki, bu cəmaatda sabit olaraq qalaq. Peyğəmbərimiz s.ə.v-in saydığı, seçdiyi firqədən olaq, cəmaatdan olaq. Ona görə qardaşlar, yəni bidət əhlinə qulaq asmayın. Biz dəfələrlə bunu təkrar edirik. Gözəl danışsa da, üslublardan istifadə etsə də, gözəl sözlər söyləsə də, yəni bidət əhli olduğu üçün qulaq asmayın və yaxud da paylaşmayın. Təəssüflərlə olsun ki, qardaşlarımız statusunda bidət əhlinin yəni videolarını paylaşırlar. Gözəl danışsa da belə,
gözəl doğru sözlər söyləsə də belə, bidət əhli olduğu üçün paylaşmırıq. Ona baxmırıq, qulaq asmırıq. Yəni sən, ola bilər sən onun bidət əhli olduğunu bilirsən və onun danışdığı gözəl olduğunu bilərəkdən statusa qoyursan, amma sənin statusuna baxan insan bilmir o kimdir. O da görür ki, gözəl danışır, gözəl çıxış edir və axtarıb, araşdırır, tapır və onun dərslərinə qulaq asmağa başlayır. Və beləliklə onun düşüncəsinə düşür, onun fikirlərinə qayıdır. Ona görə qardaşlar, bax, dinimizi qorumaq üçün, imanımızı, etiqadımızı qorumağımız üçün bidət əhlinə qulaq asmırıq və onların fikirlərini, düşüncələrini, videolarını paylaşmayaq. Amma həqiqətən görürəm ki, paylaşırıq. Çox təəssüflər olsun. Paylaşmayın. Dərslərinə də getməyin. Dərslərində iştirak etməyin. Və dediyimiz kimi onların video çarxlarını paylaşmayın. Əgər bir toplumun əmin-amanlıq içərisində yaşamağını istəyirsə, bir xalqın əmin-amanlıq içərisində yaşamağını istəyirsə, bir xalqda bərəkət olmağını istəyirsə, sünnədə yaşamaq, sünnə üzərində yaşamağımızı istəyirsinizsə, o zaman bidət əhlinə qulaq asmayın. Gözəl danışsa da, ayət, hədis gətirsə də belə, qulaq asmayın. Yəni, sabitçilik, imanımızın, əqidəmizin doğru qalması üçün bunlardan kənar qalmalıyıq. Allah sizdən razı olsun, qardaşlar. Allah-u Teala bizləri eşidib faydalanlarını eləsin.